Aleyküm selam. Elə də yoxdur. Hemen gələn kimi sağdan başlayaq da. Salam aleyküm qardaşlar. Hoş geldin. Necəsiz? Tamam, necəsiz? Allah razı olsun. Salam aleyküm. Allah sizi qorusun. Salam aleyküm. Hoş gününüz olsun. Salam aleyküm dadaş, mən necəsiz? Allah razı olsun. Salam aleyküm, necəsiz qardaş? Salam aleyküm. Necəsiz? Keyfan necədir ya? Salam aleyküm, necəsiz qardaş? Keyfan necədir? Maşallah, barakallah. Sizin üzünüz düşəcək. Salam aleyküm. Sağ ol. Yəqin ki, sizin üzünüz düşməyəcək də. Salam aleyküm, necəsiz? Salam aleyküm. Keyfan necədir? Salam aleyküm, əziz xalqımız. Bu günləri biz sevinç hissi ilə buradayıq. Çox böyük fəxr hissi ilə Çayçı çay evindəyik. Mən istərdim ki, bu söhbətimi iki hissədən ibarət edeyim. İlk olaraq Çayçının sahibi Vüsal qardaşımız, çox sevdiyimiz, çox hörmət elədiyimiz, hörmətli qardaşımız Vüsal müəllim haqqında. İkinci hissə Çayçı barəsində. Demək, əziz xalqımız, istərdim ki, Vüsal qardaşın əvvəlindən danışaq. Özü ziyalı ailəsində doğulub, böyüyüb və özü də 2 dənə ali təhsilli olan bir qardaşımızdır. İkinci təhsilini hətta Türkiyədə almışdır. Lakin buna baxmayaraq, bu asıllıq elmə, təhsilinə, hansı ailədən çıxmağına baxmayaraq qardaşımızı yaxaladı. Asıllığın, bu xəstəliyin qurbanlarından oldu. 30 il qardaşımız bu xəstəliyin əziyyətini çəkdi. Çox özü də geniş danışıb bu barədə. Çox geniş başqa dövlətlərdə, hətta müalicə üçün üslublara əl atmışdı, lakin fayda verməmişdi. Hətta bizim dövlətimizdə də bir neçə mərkəzlər getmişdi qardaşımızı götürməyə. Lakin elə bir vəziyyətdə idi ki, çəkinmişdilər götürsün. Biz Qurtuluş Reabilitasiya Mərkəzi olaraq bunu öz öhdəmizə götürdük. Bu ağır məsuliyyətli işi öz öhdəmizə götürdük. Və qardaşımızı yerləşdirdik mərkəzə Allahın izni ilə və uğurlu nəticə bugünkü gün göz qabağındadır. Artıq 4 ildir qardaşımız ayıq, normal həyatını yaşayır və ən əsası da bayaq qeyd etdim ki, çox sevdiyim, çox hörmət elədiyim qardaşım. Niyə? Vüsal əximiz nümunəvi şəxsdir. Həm ədəbi ilə, əxlaqı ilə, oturuşu ilə, duruşu ilə, elmi ilə, hətta sağalan qardaşlarımızı bugünkü gün cəmiyyətə adaptasiya üzrə mütəxəssisdir. Reabilitasiyadan sağalıb çıxanlar qardaşımızın yanına gəlir və bu məkana gəlir əsasında. Niyə bu məkana? Burada Çayçı çay evində sağlam atmosferdir, sağlam insanlardır. Bura istifadəçi şəxslər girə bilməz. Hətta zaman olub ki, girməyə cəhd edən olub, Vüsal müəllim onun qarşısını alıb ki, buradakı insanlara zərər olar, ona görə burada sağlam insanlardır. Onları bir növ belə deyək də buradan uzaqlaşdırıbdır. Şükür olsun Allah'a ki, qardaşımız ilk öncə bizdə konsultant psixoloq kimi, təbii ki, 3-cü təhsilini alaraq, kursa gedərək 3-cü təhsilini aldı, konsultant psixoloq kimi fəaliyyət göstərdi. Sonra indi cəmiyyətə adaptasiya üzrə mütəxəssisdir. Reabilitasiyanı bitirmiş, 6 ay stasionar bitirmiş qardaşlarımız gəlir ambulator Vüsal müəllim yanına. Vüsal müəllim də həm təcrübəli, həm elmli, ədəbli, əxlaqlı qardaşımızdır. Üzünüzə indi tərifləmək kimi çıxmasın. Allah düşündüyümüzdən daha xeyir eləsin sizi. Ona görə də biz bir sevinç hissi ilə buradayıq. Və ikinci hissədən danışaq Çayçı çay evindən. Çayçı çay evi bir növ bizim üçün, sağalan qardaşlarımız üçün bir növ məscid rolu oynayır burada. Yəni məscidə necə insanlar gedir? Yəni təmizlənmək üçün, tövbə eləyən pisliklərdən çəkinib məscidə gedirlər ki, Allaha ibadət eləyib yaxşı bir insan olsunlar. Burada həmin o rolu oynayır. Bayaq qeyd etdiyim kimi bura nə alkoqol təsiri altında, nə narkotik təsiri altında istifadəçi insanlar girə bilməz. Qardaşımız onların qarşısını alır, ciddi nəzarət eləyir. Ona görə də biz sevinə-sevinə, sevə-sevə buradayıq. Artıq keçən il bugün açılışını eləmişdik bu Çayçı çay evinin. Əlhamdülillah bu günləri artıq 1 illiyini qeyd edirik. Mən
Təbrik edirəm əziz qardaşım. Teşekkür ederim. Xalq üçün bax faydalı olmaq budur. Nümunəvi şəxs budur bax. Elhamdülillah. İnşallah necə eləyək? Keçək içəri. İcazə verirsiniz. Bismillah. Buyurun. Hoş geldiniz. Çok sağ olun. Yok oğlum ben yaştan buyursan kes bunu. Gəl ya. Minnətdaram hər bir kəsə, salamlayıram hər bir kəsi. Bayaq Ceyhun müəllim sizin danışığınız həqiqətən mənə apardı bir 4 il qabağa. Bayaq vurğuladınız ki, çox ağır bir vəziyyətdəydim. Yəni o günlər xatırladım. Həm də olsun, şükürlər olsun bugünkü günümüzə. Mən birinci növbədə Allaha minnətdaram. Sonra evdə valideynlərim, qardaşlarım, hansı ki, mən uzun illər bu xəstəlikdən əziyyət çəksəm də, yəni əllərini üzmədilər məndən. Həmişə qəlblərində ümid oldu ki, nə vaxtsa sağalacam. Və sizə, siz başda olmaqla Qurtuluş ailəsinə, Qurtuluşun komandasına bir daha indi maşallah olsun sayımız çoxdur, bir adla sadalamaq istəmirəm, amma hər bir kəsə həqiqətən istəyir konsultantlarım, proqram rəhbərim istəyir öndə gedən, mənlə sağalan və bu günləri bizim sağalmaqlarında iştirak elədiyimiz pasiyentlər deyirik, yəni sağalmağa gələn qardaşların hər birinə minnətdaram. Allah bizim bu işimizdə bizə müvəffəqiyyətlər versin, yəni bizə güc, qüvvə versin ki, yəni davam eləyək bu yolda. Və bir vurğuladığınız kimi bu Çayçı Çayevi mən qısa bir dənə tarixçə vermək istəyirəm. Çayçı Çayevini açmaqdan məqsədim, mən artıq hardasa belə deyək də 3 il olardı ayıq idim və ambulator rəhbər idim. Yəni nə, sosial adaptasiya üzrə mütəxəssis, stasionar müalicədən sonra sosial adaptasiya periodunda və uşaqlara deyirdik ki, məsələn, köhnə çayxanalara, obyektlərə getməyin, istifadəçi olunan insanlarla görüşməyin də, orada daha tez-tez görüşə bilərsiniz. Sual verdilər, bəs hara gedək, hara yığışaq? Həmişə dualarımda Allahdan istəmişdim ki, yəni bir imkan yaratsın ki, belə bir məkanımız olsun ki, yığışa bilək, otura bilək, sağlam söhbətlər eləyə bilək, boş vaxtlarımızı asudə, sağlam şəkildə keçirə bilək. Və həm də olsun Allaha, yəni bu nəsib oldu 1 il bundan qabaq bizə. Yəni bu obyektin açmağımda, yenə Qurtuluş ailəsində mənə böyük dəstək olub. Yanımda bugün yanan qardaşlarımın hər birini mənə böyük dəstək olub da. Yəni mən tək bacarmazdım. Necə ki, sağalmağımda mən tək bacarmadım. Bu ailəm, bu komandanın sayəsində ayıq təmiz yaşayıram. Həmçinin də bu Çayçı Çayevi, ya bizim komandamızın Çayevidir. Yəni mənim şəxsi saymıram da bunun, bu yeri Qurtuluşun sayıram. Və o demək deyil də, sırf Qurtuluş reabilitasiya mərkəzində sağlamlar bura gəlir. Bir çox reabilitasiya mərkəzlərinə hər bir kəsə qapımız açıqdır. Yəni gəlirlər də sağ olsunlar. Onlara da minnətdaram və gəlsinlər də. Yəni burada bayaq vurğuladığınız kimi yəni istifadəçilər bura buraxmıram. İstəyir içkili olsun, istəyir narkotik maddə istifadəçisi olsun. Yəni bura çalışdığımız qədər yəni imkan vermirik ki, gəlsinlər burada. Heç bu asıllıqdan əziyyət çəkməyən insanlar da var ki, gəlirlər. Yəni burada bütün dünya xalqlarının çaylarından gətirmişik. Əlhəmdülillah ki, yəni gəlsinlər, onlar da istifadə edə bilər gözəl çaylar, yəni qan dövranına, həzm sisteminə, endogen opiat sisteminin bərpasına çox gözəl və endorfindir, dopamindir, melatonin, yəni hormonlar, xoşbəxtlik hormonları verəcək çaylarımız var, gözəl çaylarımız var və hər kəs, amma sağlam şəkildə olan, yəni hər bir insanlara qapımız açıqdır. Bir daha minnətdaram, təşəkkür edirəm və bugün bu 1 ildə də mənim yanımda olduğunuza görə fəxr edirəm sizlərlə. Sağ olun. Bismillah, kəsək. İnşallah bu 1'in yanında bir dənə 0 da olacaq. İnşallah. Bilinir ki 2 tane.
Bismillah. Her çanda yok. Allah davamlı eləsin. Elhamdülillah. Həqiqətən də çox xoşbəxtəm vallahi. Əziz xalqımız, bu nümunəvi şəxsləri görüb mən də motivasiyalanıram. Hər birimiz yəqin ki. Ümumiyyətlə vicdanı olan bütün vətənpərvər insanlar hamısı sevinməlidir qardaşlarımızın uğurlarına. Necə ki vaxtı ilə fəsad verəcək bir haldadırlar, amma bu gün şükür Allaha qardaşımız neçə nəfər işçi işlədir. Vergi verir. Büdcəyə də faydası var, elhamdülillah. Allah davam eləsin, əziz qardaşım. Teşekkür ederim. Hər birinizi bağrıma bassam, Allah üçün çox istəyirəm. Yəni, yaxşı ki varsınız, birlikdəyik. Elhamdülillah. Şükür Allaha ki, yəni Allah mənə sizin kimi dostlar, qardaşlar verib. İş yoldaşları verib, elhamdülillah. Çok Allah daim eləsin, bu bəlanı Amin, ölkəmizin, millətimizin üzərindən götürsün. Amin. Qeyd edim ki, qardaşların onsuz da çoxunun işləri var belə. Biz anonimlik qorunsun deyə, misal üçün bu Çayçı Çayevin şirniyyatla təmin edən qardaşlar var ki, bir neçə qardaş birləşiblər, şirniyyat sexi açıblar. Amma onlar anonimlik qorunsun deyə, Vüsal qardaşımızla işləyirik deyə anonimliyi özü pozub, çünki bu sferadadır. Amma o biri qardaşları çəkib göstərə bilmirik. Yəni yüzlərlə belə faydalı, cəmiyyətçi, xeyirli, nümunəvi qardaşlarımız var. Müvəffəq eləyən Allahdır, elhamdülillah. Allah sabit eləsin. Vüsal, qardaşım, səndən fəxr edirəm. Yaxşı ki, səni tanımışam. Yaxşı ki, bu ağır və şərəfli yolda səndən çiyin-çiyinə mübarizə aparırıq. O gün olsun ki, qardaşım, sənin uğurların daha çox bol olsun. Daha çox aslı insanlara köməyimiz dəysin. Daha çox beləncənə uğurlarda, belə bir dənə yerlərdə inkişafın daha da çox irəliyə getsin. Allahdan nə arzu eləmişəmsə özüm üçün həyatda, onun 10 qatını sənin üçün arzu edirəm. Səndən fəxr edirəm mən qardaşım. Varım. Vüsal müəllim, mən dialoq formada təbrikləri vermək istəyirəm. Yadınızdadır, ilk dəfə Qurtuluş Reabilitasiya Mərkəzinə gələndə pasiyent kimi nə proseslər baş vermişdi. Həm Çok güzel yardım var o günler. həm ümid var idi, həm yox idi. Həm qorxular da çox idi. Alınacaq, alınmayacaq, necə olacaq, nə cür olacaq. Və düz istiqamətlə gedəndə Allah həmd olsun ayıqlığınızda uğurlu olmusunuz. Haçan biz bilirik ki, ayıqlıqda biz uğurluyuq ya yox. İlk öncə biz ayığıq, heç kimə zərər gətirmirik, xeyirxah insan oluruq, onda bizim ayıqlığımız uğurludur. Çünki ayıq qalmaq, elə insanlar var ki, reabilitasiya mərkəzinə keçmirlər, ayıq qalırlar. Hə, tək-tük insanlardır. Amma uğurlu olmurlar. Onların ayıqlıq uğurlu deyil. Heç kimə kömək eləmirlər. Necə zərər gətirirlər istifadə dövründə. İndi də belə zərər gətirirlər. Cəmaatı alladırlar, aqressiv olurlar və s. Şükür olsun Rəbbimizə sizin ayıqlığınız bugünkü gündə uğurludur. Və eyni şəkildə bu çayçı açmamış qabaq biz tez-tez, başçı hər gün əlaqədə idik. Siz zəng vururdunuz, məsləhətləşirdiniz, necə eləyək, nə cür eləyək. Narahat idiniz. Həm istək var idi elə bir yer açmaq, həm də qorxular da idi. Yadınızdadır? Bəli, çox idi. Çox idi. Yəni o etapın öhdəsindən gəlmək, bayaq vurğuladığım kimi, mən tək bacarmazdım da o. Həqiqətən bu asıllığın simptomudur da. Biz qarşıda duran hər hansı bir problem bizim başımızda o qədər böyüyür ki, biz problemdən qaçmağı daha asan görürük. Onu həll eləmək əvəzinə bundan qaçaq. Bizə o daha asan görsənədir. O gün amma sağ olun, həmin vaxtı da məsələn mən bu obyekti açmaq ərəfəsində məsləhətlər alırdım. Yəni mənə düzgün istiqamətlər vermisiniz. Ki, yəni qorxma, get, alınacaq.
alınacaq, xoşbəxt alınmayacaq təcrübəli. Mən hətta sizə deyirdim ki, ay qardaş, narahat olmayın. Mən gəlib də orada oturacağam da ehtiyac olsa. Ehtiyac heç olmadı. Görürsüz, bizim asılı insanlar bayaq vurğuladıqca qorxu asılılığın bir simptomatikasıdır. Yəni ki, o qədər beynimizdə şişirdirik ki, alınmayacaq, falan, besbə çətinlik olacaq, budur, odur. Allah həmd olsun, gördünüz ki, necə hər şey rahat oldu. Yer var namaz qılmaq üçün, qardaş. İçki yoxdur, siqaret satmırıq, haram işlə məşğul olmuruq. Niyə görə Allah bizi qoruyacaq mütləq şəkildə? Cəmaət gəlir burada rahat namazı da qılır, cəmaət gəlir oturur, çay içir, danışır, gülür, qardaş. Məsləhətləşirlər, kimsə gəlir burada sağalır, addımı təhvil verir, Allah həmd olsun, qardaş. Allah sizə bərəkət versin, Allah subhanə teala sizi qorusun, Allah subhanə teala xeyirhaq işlərdə, qardaş, sizə nəsib etsin ki, xeyirhaq işlərdə davam edərsiniz inşallah. Həqiqətən Allah sizdən razı olsun, çünki siz də mənim üçün böyük bir motivasiyasınız. Çox sağ olun, minnətdaram. Buyur qardaş. Salam aleyküm, abi sağ ol. Mən belə bir şey şuar var idi də, yəni asılı adam uğura məhkumdur, sağalan adam uğura məhkumdur. Mən uğuru belə də böyük şeylərdə görürdüm, fikirləşirdim ki, yəni böyük şeylərdir. Sonra başa düşdüm ki, bizim daha doğrusu ayıq təmiz qaldığımız hər gün elə uğur imiş. O bugünkü sənin uğuruna sevinirəm. Bu həmin o hər gün gördüyün uğurların nəticəsidir. Səni təbrik edirəm. İnşallah ki, davamlı olsun uğurların, qardaşım. Mən də sənin yanındayam, daim dəstəyəm sənə. Var ol, sağ ol. Vüsal, xoş gördük qardaşım. Yəni bu gün çox yaxşı bir gündür, əla bir gündür. Özümü də xoşbəxt hiss edirəm. Uşaqları da gördüm, yoldaşlarımızı da gördüm. Sevincliyəm. Yəni bir vaxt var idi ki, mənim ətrafımda yəni istifadəçilər, fırıldaqçılar əziyyət çəkirdim də hər gün. Bu günləri orada o qədər insanın ayıq olması mənə çox şad eləyir və sənin də burada çox böyük bir əməyin var. Hansı ki, Qurtuluş ailəsinin, rəhbərliyin, qardaşımızın, Ceyhunun. Yəni, uğur sənin uğurun deyil tək. Hamımızın uğurudur və mən buna görə çox ürəkdən sevinirəm, xoşbəxtəm, uğurların həmişə olsun, qardaşım. Sənə çox istəyirəm, bağrıma basıram. Vüsal qardaşa uğurlar arzu edirəm. Həqiqətən, bugünkü gün hər bir şeyin öz təməli olduğu kimi təməldən vurğulamaq istəyirəm, qardaşım. Belə deyərdim, Qurtuluş Reabilitasiya Mərkəzi olmasaydı, nə Vüsal var idi, nə çayçı var idi, nə də bizlər var idi. Bugünkü gün həqiqətən Qurtuluşa minnətdarlıq var ki, bizim hamımızı belə gözəl şəkildə bir yerə yığıb uğurlar sənə, qardaşım. Salamlayıram, böyüklərin əllərindən ötürəm. Vüsal, səni təbrik edirəm. Sənin uğurluğu elə başa düşürəm ki, elə mənim də uğurumdur. Sən dəyərli və nümunəvi qardaşsan. Bir daha təbrik edirəm. Allah Qurtuluş ailəsinə güc-qüvvət versin, Elşad demişkən. Mən də dəstəkləyirəm, çünki göydə Allah, yerdə, yəni Qurtuluş komandası bizə yenidən həyat verdi. Yəni biz tək bacarmadıq onu. Bu qədər. Mən damını salamlayıram, qardaşım. Buradakı hər kəs nə lazımdırsa dedi. Sadəcə olaraq hamı danışanda bir şey yadıma düşdü ki, burada bir dənə Ceyhun müəllimi çıxmaqla hamımız eyni xəstəliyin daşıyıcısıyıq. Biz başqa keçmiş vaxta qayıtsaq, qardaşım, bizi başqa bir şey gətirib bir yerə yığardı. İstifadəmiz deyə, qardaşım, bu yükün hansısa bir qardaşımızın uğuruna yığışmışıq. İndi burada bizlərin görünən bir hissəsidir, görünməyən bir hissəsi də arxa tərəfdədir. Buradakı hər bir kəsin ayrı-ayrılıqda işləri, səndə çayçıdır, qardaşım, hər kəsin öz işi, gücü. Bunlar hamısı Qurtuluşun sayəsindədir. Qurtuluşa ayrıca minnətdarlığım var. Burada bizim üçün önəmi ondan ibarətdir ki, qardaşım, burada təmiz atmosfer qorunur. Biz hamımız gəlib yığışırıq burada, sağlam söhbətlər edirik. Burada söz yox, maddiyyat da önəmlidir, amma motiv tək maddiyyat da öndə, qardaşım.
Biz yığışırıq bura sağlam söhbətləri, nəyimizsə gəlib bölüşürük, eləyirik. Burada motiv pul olsa burada içki də olar, başqa bir şeylər də olar. Buna görə sənə minnətdarlıq var qardaşım. Sənə uğurların daim olsun. Misal, sənə can sağlığı, uzun ömür, bol ruzu, nə qədər ki ömrün var qardaşım. Sənə ayıq, təmiz həyat arzu edirəm. Ümumilikdə bütün Qurtuluş ailəsinə minnətdarlığım var mənim qardaşım. Sağ ol. Nə olsun maşallah dedim. Mən nə deyim bilmirəm. Mən də salamlayıram hamını. Qurtuluş ailəsinə minnətdarlıq, təşəkkürlər var. Qardaşım, uğurların daimi olsun, bol olsun. Yəni mən bir də o bilirəm ki, qardaşım, şəhərimizdə yəni beləncə mühiti, atmosferi qoruyub saxlamaq lazımdır. Sənə də ayrıca minnətdarlıq, təşəkkürlər var qardaşım. Sağ ol. Mən də salamlayıram hər kəs öz növbəmdə. Qardaşım, mən səni təbrik edirəm. Uğurlar inşallah bol olsun. Belə aslılar üçün ümumi gedə biləcəyimiz yer 1 saat qrup var idi, çöl qrupları. Bugün bu obyektin açılmağı bizə çox böyük motivasiya verir. Çünki hər bir vaxt, hər bir dəqiqə, hər bir saatda başımızı sala biləcəyimiz, girə biləcəyimiz sağlam atmosfer, rahat olduğumuz bir yer var. Buna görə sənə minnətdaram. Uğurlarınız bol olsun inşallah. Sağ olun. Mən də əvvəla səni təbrik edirəm. İnşallah Allah subhanahu ta'ala izni ilə attığın hər addım sizi uğura doğru aparar. Mən də bir müddət bundan əvvəl Qurtuluş ailəsini tanımayandan qabaq həyatım həqiqətən çox bərbad bir vəziyyətdə idi. Ta ki Qurtuluş mərkəzindən gəlib çıxana kimi mən yəni özümü sizsiz, sağlam insanlarsız bir tək hiss edirdim. Amma bugünkü gün mən sizlərin yanında olduğum müddətdə şükürlər olsun ki, əlhəmdülillah Allahın izni ilə təmiz yaşayıram, ayıq yaşayıram və mən bunu sizlərə borcluyam. Həqiqətən minnətdarlıq var hər bir bizə. Qardaşım, mən də təbrik edirəm. Bütün bu kəsərim. Yox, kəsəcəm. Hə. Qardaşım, mən də səni təbrik edirəm. Doğrudan da Qurtuluş komandasının günü-gündən, ay-ba-ay böyüməyinin belə fəxr hissi içindəyəm. Həm də ki, belə deyək də, tək mərkəz daxilində yox, mərkəzin xaricində də hər birimizin gördüyü işlər doğrudan da qürur vericidir. Yəni, mən bilirəm ki, məsəl üçün, Sumqayıtda elə bir yerimiz var ki, qardaşlar demişkən. Yəni, biz çölə çıxdıq, hara gedək, kiminlə oturaq, belə şey düşünməyə ehtiyac yoxdur. Nəyə görə? Çünki hər birimizin qeyri-sağlam mühitə, qeyri-sağlam insanların yanında bir sərhəddi var da, gedə bilməz. Əgər ayıqlığını davam elətdirmək istəyirsə. Elə Qadirdir bayaq qeyd elədiyi kimi, bir qrupumuz var idi, 1 saat, saat yarım. Başqa başımızı bir məşğuliyyətlə qatacaq bir yer yox idi. Amma Allah həmd olsun ki, 1 ildir artıq Sumqayıtda var. Mən çox arzulayardım ki, nəinki Sumqayıtda, Bakıda, inşallah lap gələcəyinə regionlarda bu iş böyüsün, bu iş davam eləsin. Yəni, belə deyək də, necə ki, Qurtuluş komandası gözəl işlə məşğuldur. Mən düşünürəm ki, bura sadəcə çay evi deyil. Bura sağlam atmosferdir, ən əsası. Sağlam mühitdir, sağlam insanların yığışdığı yerdir. Burada içki yoxdur, narkotik yoxdur, qumar yoxdur. Yəni, belə şeylərin olmadığı yerdə də düşünürəm ki, insanlar hətta burada gəlib hansısa bir gələcəkdə quracağı işin təməlini də qura bilər. Niyə? Çünki sağlam başlanca sağlam fikirlər istehsal eləyər. Təbrik edirəm bir daha qardaş. Çox sağ ol Qurban qardaş. Mən hər birimizə minnətdaram təbriklərimizə görə. Bayaqdan telefonum da dayanmayıb, neçə nəfər qıraqdan da zəng eləyirlər. Yəni bir qardaşlar vurğuladığı kimi bəziləri anonimliyə görə hal-hazırda bu ekran arxasında deyirlər. Yəni digər obyektin digər tərəfində əyləşiblər. Və bir çoxları var ki, məsələn, hal-hazırda iştirak edən belə deyək də, icebergin görsənən tərəfidir. Həmd olsun Allaha, bugün çox geniş bir ailəmiz var, Qurtuluş ailəsi çox böyükdür, yəni demək olar, Respublikada ən böyük reabilitasiya ailəsidir, belə deyərdim. Və ondan əlavə, bayaq vurğuladığım kimi, yəni tək Qurtuluşdan sağalıb çıxanlar üçün deyil də bu obyekt, digər mərkəzlərdən də sağalıb
gələn insanlar var, dostlarımız var, çevrələrimiz var. Yəni şərt o demək deyil, mütləq şəkildə qurtuluşda sağalıb çıxanlar gəlsin bura. Yəni gəlirlər də, gedirlər də. Yəni Ceyhun müəllim vurğuladı. O söz mənə həmişə bir tər gəlir ki, bir məscid kimi bir yerdir. Həm də olsun Allaha, yəni əsas o da o gözəl vurğuladın Qurban qardaş. Yəni hər hansı bir sıxıntıda olanda Qadir qardaşımız da bir ad dedi. Yəni bizim bir dənə qrupumuz var idi, çöl qrupu. Hansı ki yerdik, bir saat orada vaxt keçirə bilirdik də. Bəzən görürdük ki, bəzən yox, ümumiyyətlə çox vaxt o bir saat kifayət eləmirdi. Mən gəlib hardasa oturub dərdləşmək, bölüşmək istəyirəm, hardasa bir asudə vaxt keçirmək istəyirəm. Sağlam bir yer tapa bilmirdik də. Bu gün həmd olsun, yəni bu var. Minnətdaram bu yolda mənim dəstək olan hər birinizə, sizlərin əsas dediyim kimi təşəkkür edirəm. Xoş gəlmisiniz. Məclis də davam edir. Sağ olun qardaşlar. Qurtuluş Reabilitasiya Mərkəzi. Həyata dönüş buradan başlayır.